Hə qardaş Mustafa, bax. Görürsən remen nətəriyik, yan hissəsini gibi. Bu da boşalıb remen. Remen boşalıb bu hissədən sürtünüb, bu da özünə iz açıb. Ona görə yaxından çək. Bax, bu hissəsini giyibdir. Ancaq remen qırılmıyor. Remen keyfiyyətli olub. Yaxşı remendir. Bunda boşalma səbəbi var. İndi bunu dəyişən bilmirəm, hər kim dəyişibsə, bilmirəm, tanımıram. Həmən bax bu rolik xarab olduğuna görə təzə rolikdir. Bunun prosto defekti olub. Bu rolik eksentrik olub. Bax. Bilmirəm, hiss olunur mu videoda bax. Bu da remen, görürsəm yumurta kimidir. Ellipsdir. Ona görə remeni boşaldıb, remen boşalıb deyən çiş atıb. Zajqaniya pozulub. Bu remen təzə olsa da bax belə dəqiq bilinir. Bir əyrisi var. Yəqin ki hiss olunur. Hə bax belə. Bunu dəyişdirəndə həmişə dəqiq yoxlasınlar da ustalar ümumiyyətcə. 4-cü remendirsən, 3-cü remendirsən dəyişirsən.